Abşeron və Beyləqan polis şöbəsi əməkdaşlarının keçirdiyi birgə əməliyyat axtarış zamanı axtarışda olan şəxs yaxalanıb. Beyləqan rayon sakini 48 yaşlı Zakir İbayev 2011-ci ilin iyunun 11-də Binə Ticarət Mərkəzindəki valyuta dəyişmə məntəqəsinin birinin sahibi Əli Əliyevin qətlində təqsirli bilinir. Həmin vaxt başına maska keçirmiş silahlı şəxs Əli Əliyevə tapançadan atəş açıb qətlə yetirərək 16.000 manatını götürüb hadisə yerindən qaçmışdı. Həyata keçirilən axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törədən, Ağdam rayonunda anadan olan Lökbatan qəsəbəsində kirayədə yaşayan 50 yaşlı Arzuman Bəşirov saxlanılsa da, onunla əlbir olan Zakir İbayev qaçaraq məsuliyyətdən yayına bilib. Hüquq mühafizə orqanları Zakir İbayevi saxlayaraq məsuliyyətə cəlb edib. Saxlanılan şəxs ilkin ifadəsində qətildə iştirak etmədiyini bildirsə də, cinayət zamanı istifadə olunan Steçkin markalı silahı Arzuman Bəşirovdan alaraq gizlətdiyini etiraf edib. Silahı Arzumanın əlindən alandan sonra bu adamı yola saldım ki, çıx gedilən. Qarajımda əlcək vardı. Götdüm, qoydum onun içinə. Getdim, qoydum, yolka ağzının üstündə çürüntü tökülmüş yer var. Dürtdüm ora, çıxdım belə qaldım. Xatırladaq ki, Əli Əliyevi qətlə yetirdikdən sonra Arzuman Bəşirov pulları özü ilə gətirdiyi torbanın içinə yığaraq hadisə yerindən uzaqlaşmışdı. O, mağazalar fəaliyyət göstərməyən boş yerdə əlcək və maskanı çıxararaq torbaya qoyub, daha sonra köynəyini dəyişib. Pul ribən hardasa 15-17 min arası belə pul idi. Və bazardan çıxanda da pulları paketdə götürdüm, özümdən götürdüyüm paketdə. Bazardan çıxa-çıxda da, yəni insanlar bazarı elə bir boşaltmışdılar, tərk eləmişdilər. Qaçan idi. Bir dənə atəş səsinə bütün bazar qaçdı. Çıxdım bazardan sakitcə, kimsəyə dəymədən, toxunmadan. Oturdum maşına, bir taksi saxlatdım. Arzuman Bəşirov istintaqa verdiyi ifadəsi zamanı bildirib ki, o hadisə yerini tərk etdikdən sonra Maska və əlcəyi Bakı Salyan şosesindən keçən hissəsində yük maşınlarından birinin yük yerinə atıb. Lökbatanda kirayə yaşadığı mənzilinə gələn Arzuman Bəşirov narkotik maddə qəbul etdikdən sonra quldurluq yolu ilə əldə etdiyi pulun 13.000 manatını evdə saxlayıb. Ehtimal olunur ki, o saxladığı pulları Zakir İbayevə verib. Zakir İbayev isə axtarışda olduğu müddətdə müxtəlif ərazilərdə gizlənib. Qeyd edək ki, Arzuman Bəşirov əvvəllər qəsdən adam öldürmə cinayəti də daxil olmaqla 2 dəfə məhkum olunub. Həmçinin Zakir İbayevin də məhkumluğu olub. Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.